mənim bədii qirayə sənətimə, Allahın verdiyi bu səsə yenə çoxlu sayda şeirlər yazılıb. Bunun növrəsini 2 dəfə rəhmətli Məmməd Aslan qoydu 97-ci ildə. Sonra Allah şəfa versin Musa Yaqub. Sonra canım sizə desin Əjdər ol, Ramiz Qusarçaylı özü. Əslən Xocalıdan olan Ələmdar Quluzadə. Bugün burada müəyyən səbəbdən yoxdur, Vahid Əziz. Eləcə də Ayaz Arabaçı, Saadət Buta, yadıma düşənləri deyirəm. Bax, o mənə yazılmış o şeirlərdən bir neçəsini səsləndirmək üçün çalışdığım universitetdə dərs dediyim 3 tələbəmi, Sabirə qızımızı, Ceylan qızımızı və Fəridi səhnəyə dəvət edirəm. Baxın, görün nə edirlər və necə yazıblar. Buyurun. Bu səsdə düz 1000 illik şirinim var, acım var. Qızıl saçlı qopuzum, zümrüd qaşlı tacım var. Hansı tərəfə desən həsrətim var, acım var. Könlü dağlı anam var, gözü yaşlı bacım var. Düyünləşmiş taleyim, bəyazlaşmış saçım var. Yad əllərdə qıvrılan Xocalı var, Laçın var. Bu səsdə nə yoxdur ki? Ərdəbilə Təbrizə yaramın üstdən keçir. Ağrıların zilini kövrəldib pəstdən keçir. Keçilməyən dərsləri qayıdıb qəsdən keçir. Neçə arzudan qopur, neçə həvəsdən keçir. Alıb gedir adamı ömür qəfəsdən keçir. Ürəyə zərrə zərrə qandan nəfəsdən keçir. Kür bu səsdə dolanır, araz bu səsdən keçir. Bu səsdə nə yoxdur ki? Ər oğula silahdır, gül bəbəyə bələydi. Səs deyil, başımızı odələyən fələkdi. Çiçəklərdən örülmüş bal ətirli çələngdir. Qayalara sığınmış bir yaralı pələngdir. O qədər çaları var, bilinmir ki nə rəngdir. Hava kimi, su kimi bu səs bizə gərəkdir. Bu səsdə nə yoxdur ki? Nəyi harda itirdik, hamıya agah bilir. Bu səsdə nə yanğı var, şur bilir, seygah bilir. Hər əzabı pir sayır, hər ağrını şah bilir. Bu səsin bizə qəsdi nədirsə Allah bilir. Bu səsdə nə yoxdur ki? Bu səsdə nə yoxdur ki? Bəyənməsən, parçala at. Şairlik də bir cür azar. Bu şeirimdən əsər yarat. Mən oxsam anlamazdım. Mən oxsam, Füzuli də gözdən düşər. Misralara kötan salsam, səpdiklərim üzdən düşər. Ay ağalar, beyaz xallar qara saça, öldürülən sözdən düşər. Hər şeirimi özün oxu, əriş məndən,
arğaş məndən, naxışları çəmənimdən, misralardan olan iplər yarıyarsa, söz mülkümün xallarını özün toxu. Naxoş sözə özün elə nə illac var? Gür səsinə, gül ətirli nəfəsinə, hayqırtına, pıçıltına, sükutuna, bağırtına, qırmalına, barıtına, fırtınana ehtiyac var. Ehtiyac var sənə qardaş. Qılınc nizə körlaşanda, dövran zəlil, dövrancılar kör olanda, ehtiyac var. Yastıq, balınc daş olanda, dünyada zülüm baş olanda, zalim həyat bir köçəri quş olanda, ehtiyac var sənin kimi sənətkara. Bunu mənə əlimdəki qələm dedi. Yazmaq azdır. Yazılanı yaşatmaq üçün ehtiyac var. Ehtiyac var ağalara. Bu səs müqəddəsdir. Bu səs uludur. Gəlməyib bir ağız qarğış yağdıra. Bu səs qabağına qatıb buludu, aparır harasa yağış yağdıra. Səsin əynindəki bərbəzəyə bax, yamac çiçək açır, düz lalə olur. Sən Allah bu səsdə möcüzəyə bax, zilə yüksəldi mi, zəlzələ olur. Ürəklərə hopur cığırı izi, bu səsə sevənlərə gül dəstəsidir. Özü körələndə körəldir bizi, elə bil Qarabağ şikəstəsidir. Tük nədir? Tikanlı balıncımızdır. Batmışam bu səsin qanına valla. Bu səs qından çıxan qılıncımızdır. Qansız girməyəcək qınına valla. Zamanın dərsini kimlər unutsa, yükünü xurcuna yerləşdirəcək. Bu millət bu səsin ruhunu tutsa, bu para vətəni birləşdirəcək. Ağalar müəllimi və Ramiz müəllimi biz səmimi qəlbdən təbrik eləyirik. Onlara uzun ömür, can sağlığı arzu eləyirik. Həmişə yaşayıb yaradasız, bir daha səmimi qəlbdən təbriklər.